أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli dinleyiciler, karşıda Qurban Bayramı yaxınlaşırdı deyə istərdim ki, Qurban Bayramının ümumiyyətlə yaranmasının həm tarixi, bir də ki, bunun fəlsəfəsi nədir? Yəni, Allah bizə bu qurbanla, bu Qurban Bayramında baş verən bu tədbirlərlə nəyi çatdırmaq istəyir? Bizdən nəyi tələb edir? Bu qurban ət bayramıdır, yoxsa bir məntiqi var, yoxsa bunun altında böyük bir insanlıq dramı yatır? Bəli, dəyərli müsəlmanlar, dinimizi savadla öyrənək, yaşadığımız ibadət növlərinin yaranma səbəbini bilək ki, onu yaşayarkən o zövqü yaşa. Çünki sən elə bir ümmətsən ki, sənin həyatının böyük bir hissəsi Allah sevgisi ilə keçir. Allah qorxusu, Allah sevgisi, Allah ilə məşğul olmaqla keçir. Hər bir müsəlmanın həyatının böyük hissəsi. Ona görə bizə yaraşanı budur. Etdiyimiz ibadətlərin mənasını bilək, məntiqini bilək, nə fəlsəfə yatır bunun altında, onu anlayaq, savadsız olmayaq. Bunun üçün də bunu öyrənmək üçün bizi bu qaynağa aparan, yəni bir yol vardır. İbrahim əleyhissalamın həyat macərası. Bəli, insanlığın ikinci babası. Təsəvvür edirsənmi? Bütün bəşəriyyətin babası Adəm əleyhissalamdır. Amma Allahın Rəsulü yalnız Adəmdən sonra İbrahim əleyhissalamı ona babam İbrahim deyib. Çünki İbrahim əleyhissalam bir həyatı yaşayıb ki, o həyatı Allah bəyənib və onu bütün mələklərinə və bundan sonra yaşayacaq bütün insanlara çatdırmasını söz vermişdi Allah. Quran-ı Kərimdə Zuhruf surəsi 28-ci ayədə və Rəbbimiz belə buyurmuşdu. Əuzu billahi minəşşeytanirracim.